Quran oxuyanda çox zaman məlumatımız olmadığına görə incə detallara, işarələrə fikir vermədən üzdən oxuyub keçib gedirik. Məsələn, buna ən örnək nümunə Bəqərə 249-cu ayədir. Bu ayədə keçmiş əsrlərdə yaşamış Talut və Calutun ordularının qarşı-qarşıya gəlməsindən bəhs olunur. Uzun mövzu olduğu üçün qısa danışası olsa, ayədə keçən Calut tək İslam yox, bir çox tarixi mətnlərdə qarşımıza çıxa biləcək çox iri cüssəli bir bədənə sahib zülmkar bir sərkərdə olur. Zamanla da Davud peyğəmbər tərəfindən sapanla öldürülür. İndi mövzumuza qaydası olsaq, Calutun zülmünün qarşısını almaq üçün Allah İsrail oğullarının başına Talutu göndərir. Bu ayədə də Talut və Calutun ordularının qarşı-qarşıya gəlməsindən bəhs olunur. Ayəni oxuyası olsam, Talut ordu ilə hərəkətə keçdikdə şübhəsiz Allah sizi bir axar çay ilə imtahan edəcəkdir. Kim ondan içsə məndən deyildir. Kim ondan dadmasa o məndəndir. Ancaq əli ilə bir ovuc götürən istisnadır, dedi. Onlardan çox azı xaric hamısı çayın suyundan içdilər. Talut və onunla birlikdə iman edənlər çayı keçdikdə arxada qalanlar bu gün bizim Caluta və əsgərlərinə qarşı vuruşmağa gücümüz yoxdur, dedilər. Allaha qovuşacaqlarını qəti olaraq bilənlər, çayı keçənlər isə bu cavabı verdilər. Allahın izni ilə böyük bir dəstəyə qalib gələn neçə kiçik dəstələr var. Allah səbr edənlərlədir. İndi burada demək istədiyim nədir? Hal-hazırda yaşadığımız dövrdə müasir tibbdə qəbul olunmuş bir məlumatdır ki, bir insan əgər uzun müddətdə su içmirsə, bir anda çox su içməyə onu ölümə kimi apara bilər. Qısa desəm, natrium səviyyəsi aşağı düşür. Hüceyrələr, əsas da beyin hüceyrələri şişməyə başlayır. Bu da ardınca baş ağrısı, ürək bulanma, baş gizəllənmə, əzələ tutulması, çaşqınlıq, huşun itirilməsi, hətta ölüm belə gətirə bilər. Ancaq sağlam qalmamız üçün bir ovuc qədər hissə-hissə içmək lazımdır. Ayəyə də diqqət eləsək, uzun müddət susuz qalan orduya bir ovuc su için deyilir. Maksimum bir ovuc içənlər düşmana qarşı vuruşmağa hazır olduqlarını dedikləri halda, doyarmışcasına çayın suyundan içənlər Caluta və əsgərlərinə qarşı vuruşmağa gücümüz yoxdur deyirlər. Hətta bunun bir örnəyini bir neçə il qabaq Türkiyədə zəlzələ olanda gördük. Uzun müddət dağıntılar altında susuz qalan insanlara damcı-damcı su içirirdilər. Burada iki dənə sual ortaya çıxır. Birinci, Rasulullah sallallahu aleyhi və səlləm uzun müddət su içməsək 1 litr yox, 2 litr yox, 5 litr yox, məhz bir ovuc suyun bizim sağlığımıza zərər verməyəcəyini o dövrdə hansı texnologiya ilə kəşf etmişdi? İkinci, eramızdan əvvəl baş vermiş bir çox tarixi mətndə yer alan bu müharibəni və bu su içmə hadisəsini necə hərf-hərfinə bilib ayədə qeyd edə bilərdi? Açıq anlaşılır ki, bu ayə həm tibb elmini yaradan, həm də keçmiş və gələcəkdəki bütün bu hadisələrə hakim olan Allahın vəhy etməsi ilə yazıla bilərdi.